Doktor, elə bir dərman var ki, mən ondan istifadə edeyim, gözlərim əvvəlkindən yaxşı görsün. Təəssüf ki, elə bir qida yoxdur. Yəni ki, orqanizmdə möcüzə yaradacaq hər hansı bir davranış, idman, vasitə, qida əlavəsi yoxdur ki, möcüzələrə səbəb olsun. Gözdə də həmçinin. Hər bir sağlamlıq əslində bir zəhmət tələb edir və öncəliklə bu sağlamlığı əldə etmək üçün profilaktik müayinələrdən keçməyiniz lazımdır. Və ən önəmli hal, əgər ailənizdə, yəni irsi olaraq kimdəsə göz zəifliyi varsa, siz daha da bunun qayğısına düşməlisiniz və vaxtında profilaktik müayinələrə getməlisiniz. Ümumi olaraq istirahətinizə diqqət eləməlisiniz, qidalanmanıza diqqət eləməlisiniz, yuxu rejiminizə diqqət eləməlisiniz. Çünki stres, gərginlik, yuxusuzluq ciddi şəkildə gözlərə də mənfi təsir edir və ən önəmlisi də bunlardan əlavə olaraq telefon, planşet, kompüter ekranlardan, yəni istifadə müddəti artdıqca bilin ki, gözlərinizin zəifləmə sürəti o qədər daha tez olur.